Var fiili. Məndə var. У меня есть. Səndə У var. тебя есть. У него. Deyin. У него. У нее. Aha. У нас. У вас есть. У них есть. Çox yaxşı. У них есть. Tak. Səndə nə var? Sualını necə verəcəksiniz? У тебя. Что у тебя есть? Aha. Что у тебя есть? Düzdür. Tak. Həmçinin bu yes fiili başqa sözlərlə də istifadə etmək olar. Məsəl üçün deyə bilərik ki, Bakıda teatr var, metro var. Necə deyəcəksiniz? Necə deyim mənimə? Harada? Bakıda teatr, metro var. В Баку есть парк. Metro, teatr, muzey. Amma sual versək ki, xasiyyəti necədir? Necə sual verəcək? Xasiyyəti bundan soruşuruq. У меня ilə. У тебя есть xarakter. Yox. Yes var deməkdir. Burada sual verir ki, necə xasiyyətin var? Necə? Xasiyyətin necə? Какой у тебя Какой? xarakter? Çünki xarakter isimdir və sifət tələb edir yanında. Какой у тебя xarakter? Xasiyyətin necədir? Bilirsiniz ki, Какой у тебя xarakter? Fərqi yoxdur. Kişi də, qadın da eyni sual verir. Какой у тебя xarakter? Bilirsiniz, mənim xasiyyətim yaxşıdır. У меня xarakter хорошо. Хороший xarakter. Хорошо demək olmaz. Хорошо zərfdir. Zərf feillə istifadə olunur. Biz sifət işlədəcəyik. İsimdirsə sifət tələb edir yanında. У меня хороший xarakter. Ya da у меня плохой xarakter. Есть sözünü уже burada istifadə eləmir. У меня есть хороший xarakter demək düzgün deyil. Yaxşı? У меня хороший xarakter. У меня плохой xarakter. Так, keçmiş zamanda есть feilinin yerinə быть feilini istifadə edirik. Var idi, idi. Kişi cinsində был, qadın cinsində была, orta cinsdə было, cəm sayda были. У меня был карандаш. У меня был карандаш. Mənim karandaşım var idi. У меня была ручка. Qələmim var idi. У меня было упражнение. Çalışmam var idi. У меня были деньги. Pullarım var idi. Pullarım var idi. Да, pullarım var idi. Так, хорошо.